Choose the correct interrogative sentence. Düzgün sual cümləsini seçin. There are some books on the shelf. Sual işarəsi ilə bitsə də bu cümlə nəqli cümlədir. Çünki mübtəda xəbər sırasında doğru qeyd olunmuşdur. İkincidə is there a dog in the garden? Həyətdə it var. Yəni bağçada it varmı? Burada a dog tək olduğu üçün mübtəda xəbər uzlaşmamız doğrudur. Is təkdə qeyd olunub və to be formasını əvvələ keçirməklə biz ümumi sual cümləsini əldə etmiş oluruq. Ona görə ikinci cümlə doğrudur. Üçüncü cümlədə are there much water in the bottle? Cümlə sual cümləsi olsa da much water salmen isimdir və salmen ismin xəbəri tək olmalıdır is şəklində. Are yazıldığı üçün üçüncü cümlə səhvdir. Dördüncü cümlədə is there a chair in the room? Otaqda stul varmı? A chair təkdədir. İzlə işlənməsi doğru götürülür və to be-nin əvvələ keçməsi ilə ümumi sual cümləsini əldə etmiş oluruq. Beşinci cümlədə there are any students in the library? Kitabxanada heç şagirdlər varmı? Nəqli cümlə olduğu üçün artıq düzgün sual cümləsi sayılmayacaqdır. 2, 4 ümumi cavabımız A variantı doğru götürülür.